Nə pişirmisən ki mama? Hündüşka pişirmişəm. İyi ay mama, sən bilmirsən mən hündüşkatı yeyə bilmirəm. Azar bax şu qəssaba denən ki, quzunun birini tutsun kəssin. Bax belə lay kebab eləsin gəlsin versin mənim bu oğluma. Sən dəlisən, mənim oğlum quz əti yeyərdi. İndi aşağıda bir dənə dəvə var, dəvə. Onu kəsdirəcəm yesin. Ha şey danışır, dəvənin əti şirin olur. Mənim oğlum dəvənin əti yeyə bilmədi. Mənim oğlum vorzapondur, lotudur. Qadan xanım, xarici mətbəxlərdən xoşlayırsan yeməklər. Bəlkə sənə qırmızı kitaba düşmüş heyvanı kəsək. Ay, səndən naşükür, nə beqriyyət övladsan hə? Ay, rayondan hündüşkanın birinə 50 manat verib gətirmişəm, pişirtmişəm. Sən hündüşkatı yemirsən. Ay, Allah acıq gedər, hə bir kişiliyin olsun, hə bir mənliyin olsun, hə bir mədəniyyətin olsun, hə. Alıb doldurmuşsan hə xaladeniki, bilmirəm nə pişirəm. Bütün gün telefon əlində bu gecə.com saytından çıxma. Ancaq qızlarla danış, qızlarla tanış ol. Görmüyübdü də o vaxtı bu çörək növbəsi